Ardıcıllığı tapın. Birinci Şənbi Qazan döyüşü. Teymurlərlə Qara Yusuf arasında 1406-cı il. Baxırıq. Təbrizin Qara Yusuf və Sultan Əhməd tərəfindən tutulması 1406 iyul ayıdır. Şirvanşah 1-ci İbrahimin Təbriz taxtına çıxması 1406-cı il may ayıdır. Bağdadın Qara Yusuf və Sultan Əhməd Cəlairi tərəfindən tutulması 1406-cı ilin iyun ayıdır. Deməli, burada olan hadisələrin hamısı 1406-cı ildən bəhs eləyir. Ancaq burada əsas məqsəd nədir? Burada əsas məqsəd bu hadisələrin gedişatının məntiqlə tapılmasıdır. Ona görə də burada birinci baxırıq. 3. Şirvanşah 1-ci İbrahim Təbriz taxtına çıxıb 1406-cı ilin may ayında. Sonra baxırıq 4. 1406 iyun ayında Bağdadı Qara Yusuf və Sultan Əhməd Cəlairi tutdu. 2. Təbrizin Qara Yusuf və Sultan Əhməd Cəlairi tərəfindən tutulması iyul ayıdır və ondan sonra isə Teymurlərlə olan mübarizədə 1406-cı ilin ikinci yarısına düşür. Beləliklə testimizin cavabı alınır. 3, 4, 2, 1. Bu isə C variantı eləyir.